Ölkə ərazisində müşahidə edilən güclü qar yağışından sonra mütəxəssislər xüsusilə uşaqlar arasında geniş yayılmış qar yemək vərdişi ilə bağlı valideynlərə ciddi xəbərdarlıq edib. Qeyd edilir ki, qar göründüyü qədər təmiz və zərərsiz deyil. Sfera.az qeyd edir ki, düzcə Atatürk Dövlət Xəstəxanasının pediatrı doktor Özgə Yurtsevən əlavə edib ki, şəhər mühitində yağan qar hava çirkliliyi səbəbindən müxtəlif zərərli maddələrlə yüklənir. Onun sözlərinə görə, qar işlənmiş qazlara məruz qalır və tərkibində ağır metallar, bakteriyalar və mikroorqanizmlər toplana bilər. Mütəxəssis bildirib ki, yerə düşmüş qar daha böyük risk daşıyır. Yerdə yığılan qarda heyvan nəcisi, bakteriya və parazitlər ola bilər. Bu isə xüsusilə uşaqlarda ciddi sağlamlıq problemlərinə yol aça bilər. Buna görə də uşaqların qar yeməsini qətiyyən tövsiyə etmirik. Yurtsevən uşaqların maraq səbəbi ilə qar yemək istəyə biləcəyini bildirib və valideynləri diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, əgər uşaq israr edərsə, yalnız təzə yağdığına əmin olunan çox az miqdarda qar dadına baxıla bilər. Lakin bu halda belə sonradan ağız gigiyenasına ciddi şəkildə əməl edilməlidir. Bir pediatr olaraq açıq deyirəm, qar yemək təhlükəsiz deyil. Ən düzgün və sağlam seçim onu ümumiyyətlə yeməməkdir deyə mütəxəssis əlavə edib, bildiriblər.